Başı yoxdur uşağın. Başı tikə-tikə, tanınmaz halda, gözü yerdə yarı partlayıb, ağciyarı, qaraciyarı, qavrğaları qırıq-qırıq. Gəncədə küçədə döyülən 18 yaşlı Elgün İbrahimov xəstəxanada vəfat edib. O 34 saylı məktəbin 11-ci sinif şagirdi olub. Axşamüstü evdə idim, telefonum zəng elədi, götdüm bacım. Rəhmət kimi zəng hava qaldı. Ağlaya-ağlaya dedi ki, bəs Elgünün başına iş gəlibdi, tez gəl nömrəli xəstəxanaya indilər. Nə olubdu, dedi, heç nə bilmirik. Gəldik bura, hamımız burada polis nəfərləri, xeylam. Ona müraciət elədik, buna dedilər, vallahi biz də heç nə bilmirik. Həkimlərdən icazə aldıq, girdik uşağın yanına, uşağı vəhşicəsinə. Yəni döyülübmü bilmirəm, nədirsə də insan işi döyül. Ya döyüblərsə də bunu dəmirlə döyüblər, kuvaqla döyüblər, amansızcasına, vəhşicəsinə. Axırında söz belə soruşublar, adın nədir? Deyib ki, Elgün elə uşaq universitetə hazırlaşırdı. Bizim ümidimiz imtahanın birini vermişdi. O gün anası zəng edib dayılarım, uçduğum bir sevincimizdən yerə göyə sırmırdıq. Hazırlıqlara gedirlər, rəqsə gedirlər, Rus məktəbinin səliqəli giyinən keçinə elə bir ətrafı kuruğu da özümüz də şəhərdə imkan verməzdik də. Davakür uşaq deyil, biraz zəif uşaq idi. Bu ancaq oxumağa da meyilli, çox savadlı uşaq idi. Peşə məktəbinin axranası gecə saat 11-in arasında zaten belə axrana ərazini gəzirmiş işıqla. Görüb ki, səs gəlir, inilti səsi gəlir. Baxıb ki, kimsə səsi gəlir. Onlar da polislərdən gelib, psikologlardan gelib, gəlib aparıblar. Təbibdən bildirilib ki, mayın 13-ü saat 00 radələrində 2007-ci il təvəllüdlü şəxs Gəncə şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adına xəstəxananın təcili tibbi yardım şöbəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub. Ona qapalı